Ən ağır proqramları 24 nivəli prosesor ilə şapalağının altına sala bilən və ən müasir oyunlarda, maksimal qrafikada parçala məni sahibim deyə bilən Acer Predator Helios 16. Salam gözəl insanlar, düşünürəm ki, hər biriniz belə bir notebooka layiqsiniz. Bu videoda sizə 2 vəhşi göstəriciləri olan super gaming notebook modelləri təqdim edirik. İlk öncə təqdim edirik video kartasının TGP dəyəri full powerda 170 Watt olan. Öz çəkisi 2,7 kiloqram. Üzərinə gəri 1,1 kiloqramlıq adapter. Yəni 3,8 kiloqramlıq Predator Helios Neo 16. Digər modelimiz isə öz zərif və incə görünüşü ilə qəlbləri fəth edən, çəkisi isə 2,3 kiloqram olan Predator Helios Neo 16 S modeli. Çox vacib bir məlumatda nəzərinizə çatdırım ki, hər iki modelə 200 manat endirim mövcuddur. Yəni Predator Helios Neo 16 xüsusi endirimlə 3999 manat, Predator Helios Neo 16 S modeli isə 3799 manat təşkil edir. Bəs bu modelləri bu qədər önəmli edən hansı xüsusiyyətlərdir? Və təbii ki, hər kəsə maraqlıdır bu iki model arasındakı olan əsas fərqlər. Başlayaq oxşar xüsusiyyətlərindən. Hər iki modeldə 24 nüvəli 24 axına sahib Intel Core Ultra 9 275 HX prosesoru durur. Hər iki modeldə operativ yaddaş 32 GB-dır və nə az nə çox 6400 MHz tezliklə. Hər iki modeldə SSD yaddaşı 1 TB M2 sürətli SSD quraşdırılıb. Hər iki modelin ekran ölçüsü 16 düym, ekran genişliyi 2K və ekranda mənzərə tezliyi 240 Hz-dir. Hər iki modeldə video karta RTX 5070 Ti 12 GB-dır, bu isə mükəmməldir. Hər iki modelin korpusu alüminium, metal və plastik qarışığından ibarətdir. Hər iki modeldə soyutma sistemi yeni texnologiyaya əsaslanan 2 ədəd fan tərəfindən həyata keçirilir. Və hər iki modeldə səs keyfiyyəti əladır, web kamera isə Full HD təsvirdə görüntü verir. Bəs fərqli xüsusiyyətlər nədən ibarətdir? Gördüyünüz bu modeldə videokartanın TGP dəyəri 170 Wattdır. Digər S, yəni incə olan modeldə isə videokartanın TGP dəyəri 140 Wattdır. Bu modeldə matrisanın növü IPS-dir. Digər 16S modelində isə OLED-dir. Bu modelin çəkisi adaptersız 2,7 kiloqramdır. Digər incə zərif modelin isə çəkisi 2,3 kiloqram təşkil edir. Sonda iComp ailəsi sizlərə belə bir super notebook modellərinə sahib olmağı arzu edir. Mənə maraqlıdır, siz olsaydınız hansı modeli əldə edərdiniz?